Salam, hər vaxtınız xeyir. Bugün sizlə sözün fonetik xüsusiyyətləri adlanan bir bölümü haqqında danışmaq istəyirəm və bu bölmədən bir neçə sual sizə izah eləyəcəm. Ümumiyyətlə bilirik ki, istənilən kateqoriya olsun, fərqi yoxdur. A, C olsun, A, B olsun, B, A, B, B və s. Bütün kateqoriyalarda fonetikadan bir və ya iki sualımız düşür. Sualımızın biri konkret vurğu haqqındadır. Bura qeyd eləyirəm. Yəni 100% bütün kateqoriyalarda hər imtahan vurğudan bir sualınız olur. Bu praktik bir sual ola bilər və ya tamam dəyişmiş versiyada da ola bilər. Necə dəyişmiş versiyada ola bilər? Məsələn, biz öyrəşmişik ki, bizə sözlər versin və biz o sözlərin vurğusunu təyin eləyək. Məsələn, tutaq ki, atıram inversiya sözünü verir. İnversiya sözündə biz bilirik ki, sözün sonu i-ya, ik sonluqları ilə bitirsə, şəkilçini silirik. Vurğu həmin şəkilçidən əvvələ keçir. İndi şəkilçini sildim deyə vurğu ikinci hecanın üzərindədir. Adətən biz belə sual tapşırıqlarını öyrəşmişik. Amma son vaxtlar başqa yönlü suallarda istifadə olunur. Necə suallar istifadə olunur? Məsələn, keçən dəfə iyul qəbulunda, AS iyul qəbulunda, hansı ki söhbət 5 iyul qəbulundan gedir. Belə bir sual düşmüşdü ki, hansı sözlərin vurğusu dəyişməklə mənası dəyişir? Məsələn, orada cavab variantı bildir idi. Bildir, biri var nə isə mənə bildirmək, bir də var ki, ötən il mənasında. İstəsəz sizə vurğu ilə bağlı qəbul qeydlərini də göndərə bilərəm. YouTube kanalının aşağısında nömrəni sabitləyəcəm. Kim istəsə müraciət eləyər, oradan sizə vurğu ilə bağlı qəbul testlərini də göndərərəm. Bugünkü mövzumuz isə bizdə sözün fonetik xüsusiyyətləri ilə bağlı olan test tapşırıqlardır. Mən buradan sizə bir neçə dənə izah vermək istəyirəm. Dərsin əvvəlində izaha başlayanda da dedim ki, bəs fonetikadan 2 sual düşür. Bunlardan biri 100% vurğu olur. Bəzən bir sual düşür, bəzən 2 sual düşür, amma 100% bir sual var, o da vurğu ilə bağlı sualdır. Yaxşı, ikinci sual nə ilə bağlı ola bilər? İkinci sual adətən sözün düzgün yazılışı, yəni orfoqrafiya ilə bağlı qaydalar olur. Və ya son zamanlarda müşahidə elədiyim yeni bir sual tipləri var. Bunlar hansılardır? Bunlar sözün fonetik xüsusiyyətləri ilə bağlı olan test tapşırıqlardır. Bəzən bir sözü verir və o sözün bütünlüklə fonetik xüsusiyyətlərinin təhlilini aparır, sizdən yanlış və yaxud doğru cavab istəyir və ya deyir ki, hansı sözdə səs artma hadisəsi baş verib, hansı sözdə səs düşmə hadisəsi baş verib, hansı ki, bu 15 dekabr 2025-ci ilin qəbul sualı sırasında yer alıb. İndi gəlin buradan bu ilk suallardan bir neçəsini sizə deyim. Daha sonra əsas mövzu olan fonetik təhlili izah eləyəcəm. Əslində sözün fonetik xüsusiyyətlərində bu ilk suallar asan suallardır, yəni rahat suallardır. Baxan kimi cavab çıxartmaq olur. Məsələn, birinci sualda deyir ki, sözlərdən birində səslərin sayı hərflərin sayından çoxdur. Əla. Baxın, həyat sözü necə yazılıbsa elə tələffüz olunur. Bu söz burada nə səs artımı hadisəsi var, nə səs düşmə hadisəsi var. A variantı cavab variantında ola bilməz. Məsələn, baxın müəllim sözünə. Müəllim sözü də necə yazılırsa elə tələffüz olunur. Burada heç bir fərq yoxdur. Belə bir sual yarana bilər sizdə. Axı deyə bilərsiniz ki, necə yəni biz müəllim yazırıq. Axı bu sözü biz müəllim deyə tələffüz eləyirik. Bu yanlış qaydadır. Əvvəllər belə idi, düzdür. Amma 2023-cü ildə orfoqrafiyada gedən dəyişikliyə əsasən yeni bir qərar çıxıb ki, müəllimdir, müavindir, müdürdür, tövlə, dovşan və s. bu tipli sözlərin deyilişi ilə yazılışında heç bir fərq yoxdur. Ona görə mən sözü, müəllim sözünü necə yazıramsa o qaydada da qalmalıdır. Bu halda E variantı mənim doğru cavab variantım ola bilməz. Yaxşı, qaldım D, B və C variantları arasında. İndi mən bir dənə qayda demək istəyirəm sizə. Yadda saxlamaq lazımdır ki, bu dediyim qayda istənilən halda ödəyəcək. S-tım, F-tım, F-tım, X-tım və Ş-tım. Əgər bu birləşmələri harda görürsünüzsə və bu birləşmələrdən sonra, baxın, təkidlə deyirəm, bu birləşmələrdən sonra samitlə, sait yox, samitlə başlanan şəkilçi və ya söz gələrsə, T samiti hər zaman ixtisara gedəcək. Baxın, dostluq sözündə sözün kökü dostu və luq leksik şəkilçisi gəlib. Görürsünüz, luq yəni L samitlə başlayır.
Deməli, avtomatik T burada ixtisara getməlidir. Yaxşı, bu sözün tələffüzü necə olacaq? Olacaq dostluq şəklində. Dostluq, üzr istəyirəm, x-la tələffüz olunacaq bu söz. İndi fikir verin, məntiqlə. Yəqin ki, burada səs artımı hadisəsi olmaz da, səs düşmə hadisəsi olar. Və mənə də cavab variantında deyir ki, sözlərdən birində səslərin sayı hərflərin sayından çox olsun. Mən baxıb görürəm ki, 1, 2, 3, 4, 5, 6, 7. Burada 7 dənə hərf var. Səsi sayanda baxıram ki, 1, 2, 3, 4, 5, 6, 6 dənə də səs var. Mənə deyirdi, səs hərfdən çox olsun. Tələbim ödəmədi. Proses tamam əksinə getdi. Deməli, B variantı cavabda olmayacaq. Baxın, D variantla eyni qaydadır. Sərbəst deyə tələffüz olunur. D düşür burada. Baxıb görürəm ki, burada da səs düşmə hadisəsi oldu. Onda D variantda cavabda olmayacaq. Yaxşı, niyə cavab C variantıdır? Baxın, bu sözü A ilə yazıram. Bu şəkildə tələffüz edirəm məntiqlə. Ailə şəklində tələffüz edirəm. Fikir verirsiniz, artıq burada səs artımı hadisəsi baş verdi. Burada 4 dənə hərf var idi, burada 5 dənə səs oldu. Aydın məsələdir ki, 4 kiçikdir 5-dən. Hə, onda biz deyirik ki, burada artıq səslərin sayı hərflərin sayından çoxdur və yaxud səs artımı hadisəsi baş verdi. Və bu prosesə, baxın, mənim bayaqdan izah elədiyim bu prosesə dilçilikdə kəmiyyət fərqi deyirlər. Bu prosesin adı, bu anlayışın adı kəmiyyət fərqidir. Səs düşmə hadisəsidir, səs artımı hadisəsidir, hərf düşmə, hərf artımı hadisəsidir. Bax, bunların hamısı dilçilikdə kəmiyyət fərqi ilə izah olunur. Daha sonra yenə belə deyək, digər bir nümunəyə nəzər yetirək. Məsələn, 5-ci nümunəyə nəzər yetirək. 5-ci nümunədə bizə nə deyir? Deyir, sözlərdən birində səslərin sayı hərflərin sayına bərabərdir. Yəni, deyir ki, nə səs düşmə hadisəsi olmur, nə də səs artımı hadisəsi olmur. Məsələn, faciə sözünə baxıram, bilirəm ki, bura Y daxil olacaq. Faciə, səs artımı hadisəsi baş verdi. A cavabda ola bilməz. Təbiət sözünə baxıram, bilirəm ki, bura Y daxil olacaq. Səs artımı hadisəsi baş verdi. D cavabda ola bilməz. Sonra baxın C-lə E-yə. Bədi sözündə bilirəm ki, bu sözün tələffüz qaydası bu şəkildədir. Yəni, i-nin biri burada düşür, digəri uzun tələffüz olunur. Qaydası belədir. I-nin biri düşür, digəri uzun tələffüz olunur. Deməli, burada səs düşmə hadisəsi baş verdi. Cavabda ola bilməz. Ədəbiyyat sözündə bilirəm ki, əgər sözün tərkibində iyyət şəkilçisi varsa, tələffüzdə y-nin biri düşür. Məsələn, bu şəkildə tələffüz olunur. Ədəbiyyat, yəni bir y-la tələffüz olunur. Avtomatik, burada da səs düşmə hadisəsi olduğu üçün E variantı cavabda ola bilməz. Məhsul sözünə baxıram. Məhsul sözü necə yazılıbsa, baxın, o şəkildə də tələffüz olunur. Bunun deyilişi ilə yazılışında heç bir fərq yoxdur. Hə, avtomatik keçən cavab variantı olmalıdır B variantı. Axı, nə səs artımı hadisəsi oldu, nə də səs düşmə hadisəsi oldu. Onda cavab variantı B variantı qalar da. Hərf və səsin sayı bərabərdir burada. Və bir şeyi nəzərə çatdırmaq istəyirəm. Yadda saxlamaq lazımdır ki, dilçilikdə səs uzanması, baxın, təkrarən deyirəm, səs uzanması heç bir fərq yaratmır. Hansı sözün tərkibində səs uzanması hadisəsi görsəz, siz bunu fərq hesab eləməyin. Dilçilik səs uzanması hadisəsində fərq hesab eləmir. Mən əsas gəlmək istəyirəm fonetik təhlilə. Sizə fonetik təhlildən vacib olan detallar deməliyəm. Baxın, əvvəla biraz yer açacağım burada. Müəyyən detallar var ki, onları qeyd edə bilmək üçün. Sözün fonetik xüsusiyyətlərini necə aparmaq lazımdır? Ümumiyyətlə, bir detalı yadda saxlamaq lazımdır ki, əgər siz sözün fonetik xüsusiyyətlərinin təhlilini aparırsınızsa, bu sözün yazılışı ilə yanaşı mütləq deyilişini də bilməlisiniz. Yaxşı, deyiliş bizim üçün nəyə yarardır? Yəni, biz deyilişlə nə əldə edə bilərik? Mən sizə deyim. Ümumiyyətlə, baxın, ahəng qanunudur, qeyd edirəm. Ahəng qanunu. Daha sonra heca və vurğu. Bu üç detal dilçilikdə yazılışa əsasən aparılır. Yəni, siz əsasən ahəng qanununu, hecanı və vurğunu axtaranda yazılışa baxmalısınız. Amma saitlərin növlərini və samitlərin növlərini axtaranda siz artıq deyilişə baxacaqsınız. Baxın, zəhimli sözü bizdə bu şəkildə tələffüz olunur. Zəhimli. Bax, tələffüz qaydası budur. Hardan çıxartdım bunun belə tələffüz olduğunu? Bax, görəm ki, liyini silsəm, bu tək hecalı müxtəlif cinsi qoşu samitli sözdür. Tək hecalı
müxtəlif cinsli, qoşa samitli sözlərin tələffüzü zamanı həmin müxtəlif cinslərin arasına qapalı saitlərdən biri daxil olur. Tələffüz zamanı. İndi gəlin baxaq. Ahəng qanuna tabedir. Ahəng qanunu dediyi üçün yazılışla hərəkət eləyəcəm. Mənə lazım olan burada yazılış olacaq. İndi yazılışına baxıram. Görürəm ki, ə ilə i incə saitlər gəlib. Deməli bu söz ahəng qanununa tabedir. A variantı cavab variantında ola bilməz. Sonra deyir həm açıq, həm də qapalı sait var. Artıq saitin növlərindən danışdıq üçün mən avtomatik buradan deyilişə baxmalıyam. Deyilişə baxmalıyamsa, söhbət bu hissədən gedir. Baxıb görürəm ki, Ə saiti açıqdır, İ saiti qapalıdır. Bu fikir doğrudur. B variantı getdi. Sonra C-yə baxacam. Deyir ki, hər üç hecanın tərkibində incə sait var. Baxın, hecadan söhbət gedir. Hecadan söhbət gedirsə, mən yazılışa baxmalıyam. Yazılışa da baxanda görürəm ki, burada Ə və İ var. Yəni 2 dənə sait var. Deməli, burada 2 dənə heca var. Burada 3 dənə heca hardadır ki? Heç yerdə. Axı mən bunun yazılışına baxmalıyam. Söhbət hecadan gedir. 2 dənə sait var axı. Hə, 2 dənə sait varsa, deməli 2 dənə heca var. Səhv olan cavab C variantıdır. İndi digərlərini də təhlil eləyək. Bəlkə səhv yanaşmışam. D-də deyir ki, vurğusu ikinci hecadadır. Adətən tək hecalı müxtəlif cinsli qoşa samitli sözlərə şəkilçi artırsaz, vurğu həmin şəkilçinin üzərində olur. Zəhimli. Deyirəm, necə zəhimli insandır. Li daha qüvvətli deyilir. İkinci heca doğrudan da vurğuludur. D variantı getdi. E-də də deyir ki, 3 samitin qarşılığı yoxdur. Samitdən söhbət gedirsə, avtomatik yenə mən qayıtmalıyam sözün deyilişinə. Baxıb görürəm ki, z-nın bizdə qarşılığı var. Amma h-nın, m-nın, v-nın qarşılığı yoxdur axı. Doğrudan da 3 samitin qarşılığı yoxdur. E variantı da doğru fikirdir. İndi mənə sual verə bilərsiniz ki, burada m-la l cingiltiydi, h-kardır. Niyə sən bunları götürdün ki, bunun qarşılığı yoxdur? Bəlkə söhbət sonorlardan gedir. Əgər söhbət sonorlardan getsəydi, yazardı ki, 2 sonor, 1 kar samitin qarşılığı yoxdur. Mən ümumiyyətlə 3 samitin qarşılığı yoxdur dediyi üçün mən avtomatik ayrı etmədim ki, bu cingirtidir ya da kardır. Yəni, baxdım, gördüm ki, h-dır, m-dır, l-dır, dilçilikdə bunların qarşılığı yoxdur. Mən də bunu düzgün cavab kimi götürdüm. Deməli, sözün fonetik xüsusiyyətlərindən ümumiləşdirsək, belə bir qənaətə gələrik ki, biz fonetik xüsusiyyətin təhlilini aparanda mütləq ahəng qanununa, hecaya və vurğuya yazılış əsasında baxmalıyıq. Amma saitin və samitin növləri olarsa, biz bunu deyiliş əsasında aparmalıyıq. Sonra siz belə bir sual verə bilərsiniz. Bəs bu mövzudan biz nə qədər test işləsək bizim üçün kifayətdir? Qruplarımda adətən 30 sualdan artıq bu mövzuda test işləmirəm. 30 sual bu mövzu üçün tamamilə kifayətdir. Bəzən olur ki, müəllimlər istifadə eləmir bu test tapşırıqlarını. Yəni, bura heç nəzər yetirmir. Amma qeyd edeyim ki, vacib bir bölmədir və son zamanlarda Azərbaycan dilini daha qəliz formada saldıq üçün xırda detallara nəzər yetirir və sözün fonetik xüsusiyyətləri də dilçiliyin xırda detallarından olan bir bölmədir. Mənim fonetik xüsusiyyətlər haqqında deyəcəklərim bu qədərdir. Hər hansı bir sualınız olarsa, dərhal müraciət edə bilərsiniz.